Yok. Saz satmıyorsun. Bugün bu mecliste yani xətrini istədiyim dostlarımız da adamlardır. Xalətin müəllim dedi, saz gələcək bura. Dedim, ama mənlik deyil. Dedi, sən narahat olma. Sənin bəs alacaq. Mən nəysə iş elə quruldu ki, dedi ki, yəni sən heç saz çalmıyorsun. Neçə məclislərdə olmuşuq. Fəxrəddin müəllimlə, Xaləddin müəllim, həqiqi mənada Mamet müəllim, saz sevər adamlar. Azərbaycanımızın qədim musiqi aləti olan bu sazı, yəni Azərbaycanlıların hamısı sevir. Amma bunlar daha çox sevir. Bugün Həbib müəllim, mənim qonşum, dostum Süleyman da mənsiz danışmaq istəmədi. Ona görə yəni bu məclisdə, yəni öz müəllimin məclisində, öz müəllim yoldaşlarımın məclisində mən elə bir nə gücüm çatırsa çalışacağım. Olan olub, keçib Bakıda. Yok. Bundan sonra kövrəlməyin yeri yox. Ömür boyu belə gəlib bizim şey. Əvvəlində biri vardı, biri yoxdur. Uzaqdaydı, mən görəsə uzaqlar. Ürəyimdən gəlib, keçib sazaqlar. Atalıydı, analıydı uşaqlar. Bizim evdə biri vardı, biri yox. Mən orduya nələr görüb getmişəm. Ürək alıb, ürək süpürüb getmişəm. İki qıza şöyle verib getmişdim. Qaydamda biri vardı, biri yox. Sağ olun. Uzaq durdu, ana bayı dedilər. Uşaq orası mənə evlən dedilər. Uşaq üçün şişə istədilər. Məndə isə biri vardı, biri yox. Məclislərdə can deyib, can eşidən sağsalanlardan biri vardı, biri yox. Buyur qardaş. Hayır mən sağlansa. Sen aşırsan. Benim bu evimde o da okumuyor. O da yok. Akşam evvelden öldük yatıp kaçırdı. Bu ev var. Şaşır. Sağ ol. Allah yok. Herkes buradadır. Allah rahmet eylesin kardeşim. Sen aşırsan. Sağ ol. Sağ kardeş sağ. Hələ sənlə bir davam var. Hələ sənlə bir davam var. Hansı günüm depoş oldu. Xoşbəxtliyə gedən yollar kədərə qəmə tuş oldu. Məndən sonra bu dünyada çoxum qaldı, azım qaldı. Dərdlərimi salan ya da bircə telli sazım qaldı. Aklımda heç günə böyük çalacağım. Sağ kardeş.